Tahir, şeirlə, şeiriyyatla aran necədir? Yaxşı. Yaxşıdır. Bugün bizimlə birlikdə gənc şairimiz də var. Qızıl qələm, cəsarətli qələm mükafatı almış prezident təqaüdçüsü, 8 kitab müəllifi, Xan Lənkərandan gəlmiş Kamran Bağırlı bizimlə birlikdədir. Kamranı dəvət edirəm, gəlsin. Mənə deyir ki, sənə görə bir şeir yazmışam. Kamran, gəl, xoş gəldin. Mehriban xanımı izləyirdim. Gözlərini çəkmə məndən. Gözlərini çəkmə məndən, gözlərinə elə baxım. Gəl üz-üzə, biz dayanaq, sənə bir də belə baxım. Özün kimi gözəl adın, arzususan, doğma yadın, ay sevimli şirin qadın, qoy üzün saç telə baxım. Sənə bir də belə baxım. Maşallah, gözəlsiniz. Hamınızı salamlayıram. Bizi izləyən televiziya tamaşaçılarını salamlayıram. Var olasınız. Sağ olun. Sağ ol, xoş gəldin. Keç əyləş. Kamran, 8 kitab müəllifisən. Artıq bildiyim qədərilə 34 yaşım var və prezident təqaüdçüsü. Maşallah olsun. Bir də ki, bildiyim qədərilə Azərbaycan Yazıçılar Birliyinin də üzvüsən. Bəli, gəncəm. 8 kitabım var. Niyə bizə 3 dənə kitab gətirdin? Bəs sən bilmirsən ki, bizim operatorumuz Bahar şeirləri çox sevir. Mənə hansı şairlər kitablar gətirirlərsə, hədiyyə verirlərsə, ilk öncə Bahar onların hamısını oxuyur, bitirir, sonra növbə mənə çatır. Gətirirəm və yeni kitabımın üstündə hazırlıqlar gedir. 9-cu şeir kitabım analar haqqında olacaq. 8-ci kitabım 44 günlük müharibəyə həsr olunub. Zəfər səlnaməsidir. Zəfərin mübarək azad Qarabağ. Və mənim bir çox, hardasa bir 10-dan çox şeirlərimə mahnılar bəstələnib. Kimlər mahnı bəstələyib oxuyub, ay Kamran? Çox müğənnilər var əslində. Hətta Allah rəhmət eləsin, əməkdar artistimiz Aslan Hüseynov mənim ilk şeirimi o mahnı oxumuşdu. Ay mənim ömrümün ilk məhəbbəti. Və çox Cənubdan da oxuyanlar var, çox müğənnilər müraciətlər edir və sən özün Lənkəranda yaşayırsan, bildiyim qədərilə. Lənkəranda da yaşayıram, Bakıda da, amma bəli, ana yurdum Xan Lənkəran və sizə Lənkərandan qucaq dolu salamlar gətirmişəm. Təşəkkür edirəm. Əli boş da gəlməyib bu arada. O zaman elə canlı ifanız gəlsin, canlı Kamrandan şeir dinləyək. Gəlsin, gəlsin. Tahir də oxusun. Mütləq. Duetimiz ilk duetimizi buradan başlayaq. İlk dəfə ilə bizim efirdə duet eləyin. Bir yerdə gəl gedək biz bu şəhərdən. Qoy qəmin kölgəsi çıxmamış batsın. Qoy qəmin kölgəsi çıxmamış batsın. Yorğun gözlərimiz dincəlib yatsın. Uzanan yolumuz qatara çatsın. Bir yerdə gəl gedək biz bu şəhərdən. Yenə insanlarla qaynasın şəhər. Elə işıq saçsın, verməsin qəhər. Nə olar, əzizim, açılsa səhər. Bir yerdə gəl gedək biz bu şəhərdən. Sönən ocağıma alışan köz ver. Sönən ocağıma alışan köz ver. Kör olsam sevginlə gözümə göz ver. Mənlə gəlməyinə ay ömrüm söz ver. Bir yerdə gəl gedək biz bu şəhərdən. Elə bil canıma qurulub qəfəs. İsti nəfəsinlə ol mənə nəfəs. Sözümlə razılaş. Sözümlə razılaş, səsimə ver səs. Bir yerdə gəl gedək biz bu şəhərdən. Bir yerdə gəl gedək biz bu şəhərdən. Bu eşkin yasını saxlayacağım. Sən gedən yollara baxmayacağım. Ağlasam gizlicə ağlayacağım. Benim göz yaşımı görməyəcəksən. Bu eşkin yasını saxlayacağım. Sən gedən yollara baxmayacağım. Ağlasam gizlicə ağlayacağım. Benim göz yaşımı
Özümü min qəmə desən ataram. Vallah sonsuz dənizlərə girib bataram. Belə sevincimi qəmə qataram. Səni unutmağı istəmə məndən. Qəbul etməyirəm hər cür deyimi. Qəlbimə oturur izrabın simi. Kamranam, kamranam, aşiqəm dəlilər kimi. Səni unutmağı istəmə məndən. Ucalıq tapmışam xəyalda, hissdə. Razıyam, 100 dəfə gəl məni pistə. Yolunda verməyə məndən can istə. Səni unutmağı istəmə məndən. Səni unutmağı istəmə məndən. Şeir. Lənkərandan salamlar var sənə. Talih Adıgözəlov, daimi izləyicilərimizdir. Əhəd deyir ki, öncə düşündüm ki, söhbəti uzadırlar, canlı oxumasınlar deyə. Amma canlı ifalara qulaq asdıqca görürəm ki, yanılmışam. Belə deyək də, Kamran, şairlər var ki, ilham aldıqları nələrisə qələmə alırlar. Və bir müddət keçəndən sonra yazdığı şeiri unudur. Sən də yazdığın şeirlərin var. İndi bir neçə şeirlərin müəllifisən, 9 kitabın varsa. Sən də yazdığın şeirləri unudursanmı? Çox sağ olun Mehriban xanım. Məsələn, mən elə olub ki, deyirəm bu Tanrının talantıdır da. Mən illər əvvəl bunu həmişə demişəm. Deyirəm, mənim istedadım sənin vergindir. Biraz çox bilirəm yaşımdan Allah. Ağılsız mən nəyə gərəyim, ağlımı eyləmə başımdan Allah. Bəzən də olub ki, inanın Mehriban xanım, mən yuxuda şeir yazmışam. Məsələn, bir-iki bənd şeir yazmışam, oyananda bir bəndi yadımda qalıb, onu qələmə almışam, o bəndi yadımı unutmuşam. Əslində, şair öz şeirlərini çox əsərlərin müəllifi ola bilər. Hamısını mütləq deyil yadında saxlanmalıdır. Çünki beyindən süzülən bir məhsuldur. Amma mən o şeirlərimin çoxunu əzbər də bilirəm, kitaba baxmasam da bilirəm. Çünki ürəyimlə, beyinlə ona fikirləşirəm. Özümü yazıram axı, dəfələrlə əzbərlədiyim şeirlərlə, yüzdən çox şeirlərimi əzbər də bilirəm. Kitaba baxmasam da ifa edə bilirəm. Amma bəzən elə vaxt olub, unutduğum şeirlər olub, bəli. Təbii ki, Kamranın da şeiri olacaq. Bir dost ait şeirliyə. Bəli. Aha. İstəyərdim sevgidən və anadan deyə. Amma xanımın səsi çox müğənnilərlə toyda olur. Həqiqətən tanınmışlardan beri, ad almış müğənnilərdən. Məsələn, səs qışqırırlar, sanki təpinirlər. Xanım o qədər rahat ifa edir ki, çox xoşuma gəlir. Mən inşallah mən eləmirəm onu, bir qəşəng şeir verəcəm, mahnı. Hazır bir şeir verəcəm, bir mahnı oxuyacağam. Qismət ayağına qədər gəldi. Şeir verəcəm. Şeirdən gözəl bir mahnı bəstələyərsən. Birdən qaldı tanınmaq. Görüm daim belə mehriban olun. Biri-birinizə atmayın dostlar. Dostluq təməlini siz möhkəm qurub ev edib sonra da satmayın dostlar. Hələ neçə saxta dostluq görüm yox olar. Üçü ac olsa da biri tox olar. Ayırmaq istəyən sizi çox olar. Namərd nağılı ilə yatmayın dostlar. Bəzən dünya gəlir hamımıza dar. Yayda ömrümüzə yağır dolu qar. Qabaqda ləpəli sularınız var. Həyat dənizində batmayın dostlar. Həyat dənizində batmayın dostlar. Perişan halıma ortaq olanım, bütün dərdlərimə dərman olanım. Mənim ürəyimdə məskən salanım, yoxdur səndən başqa içdən yananım. Ey dost, ey dost, mənim yoxlarda yol göstərənim, kimsə sənin qədər dəyər vermədi. Sən getdin qalmadı heç bir təsəlli, rəsmindən alaram ətrini indi. Ey dost, ey
Kaş yenə körpə olaydım. Zülmət mənə ay deyəydi. Beşik üstə gözəl anam şirin bir laylay deyəydi. Sevinəydi o çağımla, süd qoxuyan gül bağımla, oynayaydı barmağımla, əziz balam say deyəydi. Ucaldıb öz qalasını, silərdi ömrüm pasını, əziz şəkər balasını mələklərə tay deyəydi. Nur ələnəydi gözünə, Mehriban xanım nur ələnəydi gözünə, bal qatılaydı sözünə, Allahından hey özünə, təkrar gələn pay deyəydi, təkrar gələn pay deyəydi. Kamran müəllim, sənə təşəkkür edirəm. Çox sağ ol əzizim. Neçə kilometr yolu gəldin, Çox sağ olun. gözəl şeirlərini dinlədik. Yəqin ki, kitabları bizə hədiyyə gətirmisən. Bəli, sonda bir 8-ci kitabım Zəfərin Mübarək. Siz poeziyaya bağlı bir xanımsınız. Zəfərin Mübarək Azad Qarabağ kitabımı sizə hədiyyə edəcəm sonda. Vaxt qalarsa sonda bir sevgi şeirini. Hər birisini oxuyacaq, bəlkə də səsləndirdik ola da bilər.